Salam, hər vaxtınız xeyir olsun. Əziz tələbələr, mən Fərid Qafarov. Bugün sizinlə qəbul imtahanında istifadə olunmuş cədvəllər bölməsinə aid bir sualın izahına baxırıq. Sualımız ikinci sualdır. Gəlin sualımızın həll qədəsinə baxaq. Baxın, ilk öncə biz sütun üzrə baxsaq, məsələn, birinci sütuna baxsam, birinci sütunda verilmiş kiçik rəqəmləri topladığımız zaman biz böyük ədədi almış oluruq. Eyni ilə ikinci sütunda da 8, 3, 9'u toplayanda 20'ni alırıq. Yenə 1, 8, 3 toplayanda 12'ni alırıq. 2, 7, 5'i toplayanda 14'ü. İndi isə gəlin baxaq görə sual içərisində yerində hansı ədəd olmalıdır? Deməli 2, 5 və 4'ü toplayan zaman alacağıq 11. Cavabımız olacaq A variantı. Və eyni ilə üçüncü sualımızda qəbul imtahanında istifadə olunmuş bir sualdır. Bu sualı həll edirsiniz. Doğru cavabı videonun rəy bölməsinə qeyd edirsiniz. Sağ olun. Növbəti videolarda görüşənədək.